Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə fərqlənmə nişanı və xüsusi fərqlənmə nişanı yalnız onlayn qaydada e-xidmət.ayna.gov.az portalı üzərindən veriləcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Aynadan məlumat verilib. Bildirilib ki, proses Ayna informasiya sisteminə inteqrasiya olunan fərqlənmə nişanı alt sistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən fərqlənmə nişanının alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş asan imza ilə mümkün olacaq. Sistemin yeni olmasını nəzərə alaraq qarşıya çıxacaq sualları minimuma endirmək üçün istifadəçi təlimatları hazırlanıb. Qeyd edək ki, qanunvericinin tələblərinə əsasən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyat vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.